Bundan sonra kompüter tomografiyası və MRT tam pulsuz olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta üzrə xidmətlər zərfinə dəyişiklik edilib. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyindən Xəzər xəbərə bildirilib ki, dəyişikliyə əsasən maqnit rezonans tomoqrafiya və kompüter tomoqrafiyası müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib. Pasiyentlər bu tibbi xidmətlər üzrə xidmətlər zərfindəki tarifin 20% həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Pasiyentlər ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə istifadə olunan KT və MRT müayinələri üçün xidmətlər zərfindəki tarifin 20% həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləği isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxanaya ödəyəcək. Nümunə olaraq daha aydın izah edim. İcbari Tibbi Sığorta xidmətlər zərfində ambulator şəraitdə göstərilən KT MRT müayinələrinin tarifləri 50-120 manat arası dəyişir. 50 manat olan tibbi xidmət üçün 10 manat müştərək maliyyələşmə məbləği, 120 manat olan tibbi xidmət üçün isə 24 manat müştərək maliyyələşmə məbləği vətəndaş ödəyəcək. Leyla Lətifova onu da bildirib ki, ixtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək. Pasiyentlər ixtisaslı həkimin göndərişi əsasında KT MRT müayinələrindən müştərək maliyyələşmə məbləğini ödəməklə istifadə edə biləcəklər. Dəyişikliyin əsas məqsədi ondan ibarətdir ki, tibbi xidmətlərdən vətəndaşlar ehtiyac olduğu halda, həqiqətən də bu xidmətə zərurət olduqda yararlansınlar. Həmçinin tibbi resurslardan daha səmərəli istifadəsi idarə olunmasına şərait yaranacaq. Qurumdan o da bildirilib ki, yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. Nərmin Məmmədhəsənli, Vüsal Hüseynov, Xəzər xəbər.